serialında. Siz narahat olmayın. Biz axtarırıq hər yerdə Cavanşiri. Necə narahat olmayaq? Bizə görə qaçırdıblar Cavanşiri. Kaş bir dəqiqə tez çıxaydım çölə. Kaş! Nə yaxşı ki çıxmamısan. Sən tez çıxsaydın, bəlkə də işlər tam başqa cür ola bilərdi. Sən də görüm qaçırdanların üzü yadındadır. Fərman düz deyir. Fikirləş gör, nə tipdə insanlar idilər. Üzləri yadımda deyil. Amma maşının nömrəsi yadımdadır. Axırı 555 idi. 555? Rıza. Rıza kimdir? Dəli Rıza. Kimdi o? Cavanşirlə düşmənçiliyi var. Başdan xarabın biridir. Kim olur olsun. Dəli olmur istəyir zır dəli olsun. Tapıb qutarmalıyıq Cavanşiri. Kərim düz deyir. Mütləq tapmalıyıq Cavanşiri. Siz narahat olmayın. Rıza'nın yerini tapmaq bizliydi. Əla. Səlim, sizdə bir bəd xəbərim var. Bəd? Hə, bəd. Bundan da bəd. Sən necə daşürəkli insansan? Necə razı oldun ki, mən oğlumun üzünü son dəfə görməmişsən, dəfn elətdirdin? Cənazə qalsın ortada. Mən də 5 saat sənin Bakıdan gəlməyimi gözləməliydim. Səməndər, mən Akşinin anasıyam. Gözləməliydin. Sən yaxşan olsuydun. Oğlun indi dizinin dibindəydi. Sən axı tapşırmışdım ki, bu uşaqların ipini boş bırakma. Sən neynədin? Hə? Neynədim ki? Daha neynəyəcəkdin? Mən kəndə gedən kimi uşaqları dalımca göndərdin. Mənə kəndə çatanda zəng elədilər. Akşin oğlun daşqına görə getdi kəndə. Bunu heç vaxt yadından çıxartma. Ömrü boyu istəməmsən də daşqını. Amma onu da yadında saxla ki, daşqın Akşinin yolunda ölümə də gedərdi. Dədə, gətirdim qızı. Hardadır? Şəhərdəki boş evlərin birində. Yerini dəyişin. Aparın başqa yerə. Məndən də xəbər gözləyin. Nə qızı? Səriyənin nəvəsin. Səriyanın nəvəsi yox. Səriyanın yetimçasıdır o. Sizi o vaxt bağışlayaram ki, oğlumun qatilini tapıb ayaqlarımın altına gətirəsiz. Gətirəcəm. Söz verirəm, gətirəcəm. Qardaş denəndə eşidirik səni. Cavanşir məndən Əsmər adında bir qızın Bakıya gətirilməyini istədi. Nə oldu? Gətirmədin? Getdim kəndə. Çox pis mənzərə ilə qarşılaşdım. Qızın nənəsini öldürüblər. Nə? Bəs Əsmər? Əsmər də qaçırdıblar. Eşitdim türmədən təzə çıxmısan. Bilsəydim səni təntənə ilə qarşılayardım. Ayağımın altına qırmızı xalça sərərdim. Sən həmişə mənim ayağımın altına xalçalar sərmisən. Cəbi, onun zaratqası qutarıb deyəsən. Bilmir nə danışır. Bu saat qoyaram onu zaryadkaya. Saxla. Yığdı zaryadka.
Eşitdim Səməndərin oğlunu öldürənlər sənin yanında gizləniblər. Hə? Cəbil, bunun zərətqası azdır. Toka verərik. O saat yığar. Hardadır dediyim o adamlar? Ömrü boyu sen dostlarının yerini satmışsan. Ben onların yerindesem. Olarım. Rıza. Deməli burunlardan başlayaq. Rəhimli. Vallahi mən ona düşmən deyiləm. Vallahi düşmən deyiləm. Açıq-açıq yaşa danışmıram. Yəni çox Nə olub Bəkir? Niyə dilxorsan? Deyəsən vəziyyət çox pis olacaq. Niyə ki? Nə olub vəziyyətimizə? Şükür Allah, hər şey qaydasındadır. Vallahi düşmən deyiləm. Açıq-açıq yaşa danışmıram. Yəni çox gördürdüm. Burnu kim eləyirsə əmələ. Yəni yaxşı elədim. Bilmədiyin işlər var. Daha sonra kimin yadıma sal kimlərin burunları var. İşlə əlaqədardır. Şofu dedi sən bayırdın burnunu düzəltmədin ha. Səməndərin oğlunu öldürənlər var ha. Hə, tapıblar. Yox, tapmayıblar. Uşağı öldürənlər qaçıb gizləniblər qohumunun yanında. Gizləniblər də. Bunun bizə nə dəxli var? Var. Onları gizlədən qohumu uşaqlıq dostum Cavanşirdir. Papa, qızın yerini niyə dəyişdirdin? Elə lazım idi ona görə. Nə elə lazım idi? Oyun oynuruq, oradan ora, buradan bura. Ağılsız, bəlkə siz evə girəndə görən olubdu. Ona görə də daşqına dedim ki, evin yerini dəyişsin. Əmi nə deyir, düz deyir. O bir şey bilməsə deməz. Hara sürün? Sür deyəcəm. Öyrəndim uşaqlardan. Dedilər Cavanşirin kətdən qohumları gəlib. Özünə də nə qədər zəng vururam, zəng çatmır. Yaxşı olar. Ürəyini sıxma. Qalmışam pis vəziyyətdə. Bir tərəfdə Səməndər, bir tərəfdə Cavanşir. Rəhmətli Akşin heç bir uşaq deyildi. Allah ona rəhmət eləsin. Allah rəhmət eləsin, onların içində elə ən yaxşısı oydu. Anası Zeynəbə yazığım gəlir. Qatillər tutulsaydı, Tutmalıdılar ki, Cavanşirlə Səməndər qarşı-qarşıya gəlməsin. Üzümə bax. Üzümə bax. Dədəm gəlir. Səndən nə soruşsa düzün dərsən. Eşitdin? Hə mama. Hə yaxşı. Mamadır. Qızı görmək istəyir. Mənim nənəmin günahı nə idi, öldürdünüz onu? Nə idi? Bəs mənim oğlumun günahı nə idi? Niyə öldürdünüz onu? Hey! Mən heç onu tanımıram. Tanımıram mən onu. Yalan deyirsən.
Qoy Zeynəb gəlib görüşsün. Sonra mən bilərəm bundan nə edərəm. Ağabəyov, işlər nə yerdədir? O günkü narkomanı axırki tutduq. Padvaldadır. O işi təhvil ver. Dayı biz o işlərə baxmırıq. Niyə? Nə olub ki? Kənddə cinayət işi baş verib. Rəis də işi bizə verib. Rayon polisi nə işə yarayır bəs? Özləri baxsınlar da. Rayon polisi bizdən də yaxşı işləyir. Şübhəli şəxslər buradadır, Bakıda. Ona görə işi bizə veriblər. Hə, belədir. Buradakı adları araşdır. Gör kimdirlər, nəçidirlər. Şübhəli şəxslər. Sonra da mənə xəbər verərsən. Bu şübhəli şəxslərin harda olduğu bilinmir. Çox vaxt aparacaq onları tapmaq. Bilirəm. Nə tapırsan tap, amma mənə bir dənə ipucu tap. Hə, ağır yer elə orasıdır da. Şəkilləri var orada. Nə çətinliyin olsa mənə de. Mən də zərər çəkmişlə məşğul olacağam. Zərər çəkmişəm məşğul olmağa nə var ki? Özün asan dişi götürürsən, mənə ağırını verirsən. Qardaşım, sən bu idarənin döyünən ürəyisən. Bütün idarənin sənə ehtiyacı var. Onları tapsa, Leytenant Ağabəyov tapacaq. Taparıq. İndi biz neyniyək? Gedim mən təslim olum. Əsməri buraxsınlar, başqa yolu yoxdur. Birinci Cavanşiri qurtarmaq lazımdır. Sonra qızın məsələsinə baxarıq. Birinci Cavanşiri qurtarmaq lazımdır. Səhər tezdən Rızanın məkanlarına girəcəyik. Nə biləcəyik hansı məkandadır Cavanşir? Nə məkanı varsa hamısını axtaracağıq. Abala, gedəndə ehtiyatlı olun. Sən get, Səlim burada qalsın. Niyə? Elə şey olar. İkimiz də yeyirik. Dedim ki, sən getmirsən. Düz deyirsən dədə. Səlim qalsa yaxşıdır. Kimlə gedirsən bala? Cavanşirin dostları ilə. Gedin, Allah köməyiniz olsun. Allah bilir Cavanşirin başından oynasırlar indi. Cavanşir də özümlü oğlandı. O qədər əziyyətlər görüb ki. Qardaşımız Rızanın əlində. Biz də burada boş-boş durmuşuq. Biz neyniyə bilərik ki? Gərək məkanları tapıb hərəkət edəyik. Nə bilim. Lap başımı itirmişəm. Bilmirəm nədən başlayım, hardan başlayım. Sən tələsmə. Uşaqlara xəbər vermişəm. Rızaya aid nə məkan varsa hamısını axtarıb tapıb bizə desinlər. Yəqin şəhərdən qıraqda hardasa bir yerdə saxlayırlar. İnanmıram buralarda saxlasınlar. Tək sağ olsun. Harda olsa tapacağıq. İnşallah. İnşallah. Hünər hər adamda olmur. Məni öldürməyə hünəriniz belə çatmadı. Mənim hünərim olmasaydı, sən burada olmazdın. Öldürmürəm ona görə ki.
Səməndərin oğlunu öldürənin yerini deyəcəksən. Bu qədər işgəncə verdiniz. Demədim. Səncindən belə deyərəm. Deyəcəksən. Məcbur deyəcəksən. Ölmək üçün yalvaranda deyəcəksən. Yalvarmağı sən məndən yaxşı bilirsən. O qədər yalvarmısan ki mənə. Vurma, öldürmə. Mən həmişə ona deyirdim də, ehtiyatlı ol, ehtiyatlı ol, ehtiyatlı ol! Düşmənli adam həmişə ehtiyatlı olar. Əşibə heç nə fikir vermir də, vermir! Sabah Allah qoysa, qardaşımızı tapacağıq. Cavanşirin tapşırdığı qızı unutmamısan ki? Yox. Cavanşiri tapaq. Sonra da qızı. Hayat beni çekti dara, gözümde yaş dönüp kana. Sevgilimi aldı benden yüreğime, vurdu yara. Sevgilim günahını, ezabını çekerim. Sensizlik ölüm bana, ceza bana. Hayatta, bu sevgide ne sen gülüm ne de kime. Günahkarlar, zulümkarlar kıydılar sevgimize. Seni benden günahkarlar, günahkarlar. Mama, bəsdir də.
Ağlayıb məni də dilxor eləyirsən. Neyniyim? Özümdən aslı deyil axı. Ürəyim partlayır. Sən belə eləyəndə mən pis günə qalıram. Bilirsən sən onu? Yaxşı. Narahat olma. Papa ilə danışmırsan? Səməndəri görməyə gözüm yoxdur. Amma danışmağa danışıram. Mənim də daşqını görməyə gözüm yoxdur, amma məcburam. Daşqın sənin qardaşın deyil. Bunu həmişə bil. Bilirəm, sən narahat olma. Amma Akşin sənin kimi demirdi. Ona həmişə qardaşım deyirdi. Görürsən? Bax indi də bu günə qaldı. Axırı da belə oldu. Mama, sən narahat olma. Mənim axırım belə olmayacaq. Tək sən özünə yaxşı bax. Yaxşımı? Görəsən indi hardadır Əsmər? Görəsən qızın başını nə oynasınlar? Ürəyi sıxma. Cavanşiri tapaq, sıra Əsmərə də gələcək. Səncə taparıq Əsməri? Tapacağıq mütləq. Sən biraz özünə əl al. Bir qızdan ötürü gör nə günə düşmüsən. Kərim, bu vaxta kimi bir qız sevmisən? Yox, heç fikrim də yoxdur. Yaxşı bir ailənin qızını alıb evlənərəm. Bu da mənim üçün sevgi. İndi ona görə də mənə başa düşmürsən. Başa düşürəm səni. Lap gözəl başa düşürəm. Bu qədər də yoxdur amma. Ged bir özünə güzgüdə bax gör nə günə qalmısan. Abala gəlin kesin yatın. Gecdir. Səhər tezdən duracaqsınız. Dur gedək. Kim lazımdır? Dəli. Nə dəli? Dəli kimdir? Özünü gicliyə qoyma. Rıza hardadır? Nə bilim hardadır? Necə yanı bilmirəm hardadırsa. Dedim bilmirəm də. Çıxın gedin buradan. Sən indi demirsən də Rızanın yerini, hə? Bilmirəm. Kərim, Rızanın yerini demir bu. Demirsən Rızanın yerini? Demirsən? Cavab ver! Cavab ver! Allah gələndə deyəcəm sizə. Billah gələndə deyəcəm sizə. Bəs bayaqdan nəyə keçib danışırsan? Ha? Kərim, səncə xəbər verəcək bizə? Deyəcək Rızanın yerini. Cavab verməsə, yazıq olacaq bunun canına. Allah deyəcəm. Billah deyəcəm. Bura gələn kimi sizə xəbər verəcəm. Səməndər müəllim. Maşınların yol xərcini qaldırmısınız deyə hamı narahatsızlıq eləyir. Qədər pul qazanırlar. Biraz da bizə yol pulu versinlər də.
Mən demirəm ev verməsinlər. Versinlər. Amma birdən-birə qiymətlərin 30% qalxması narazılığa səbəb olur. Əşi, bilirsən, heç nə olmaz. Biraz danışıb sonra susacaqlar. Danışmaqdan keçib Səməndər müəllim. Bizlə işlərinə son qoyanlar var. Kimlər? Birini deyim bəsdir. Vural Yayan. Day bizim tırlardan istifadə eləmir. Vural Yayan? Kimdir? Ukraynadan Sergey. Привет, Сергей. Я рад твоему звонку. Привет, Бакир. Бакир, мы с сегодняшнего дня прекращаем с тобой сотрудничать. Как это? Я не понял. Ваши фуры долго задерживаются в дороге. Нам невыгодно. Мы с другой транспортной компанией будем работать. Брат, если задерживается, я им поручу, чтобы быстрее добирались. Ты не переживай. Нет, Бакир. Еще ваши условия, дорогие. Мы не можем работать с вами. Бакир, дорогой, ты хороший человек. Но это не от тебя зависит, не от меня. Наш шеф говорит, чтобы покончить дела с Амандаром. И не обижайся на меня. Сергей, договоримся, мы уступим. Все будет нормально. Bu da biri. Burunlarından gəlsin onlar elədiyim yaxşılıqlar. Burada niyə saxlayırsan ki? Əmi özü dedi ki, kirayə ev götürün, orada saxlayın. Biz nə edə bilərik? Akşinin qatili cəhənnəmdə yaşamalı ikən kiralıq evdə yaşayır? Aç bunun ağzını. Qaldır ayağa. Çöldə gözlə məni. Səməndər müəllim, Allah oğlunuza rəhmət eləsin. Sağ olun. Siz məni bura baş sağlığı vermək üçün çağırmısınız? Müəllim, yas versəydiniz, gəlib orada baş sağlığı verərdim. Sizdən bir söz soruşacağam. Niyə oğlunuza yas vermədiniz? Bu mənim öz şəxsi işimdir. Bəlkə oğlunuzun qatilini öldürəndən sonra yas vermək fikriniz var. Hə? Siz nə danışdığınızı bilmirsiniz. Mən dedim axı şikayətçi deyiləm. Oğlum özü yıxılmışdı. Həsən, oğlanları Kərim, Səlim həmin gün niyə qaçdılar kənddən? Mən nə bilim. Bunları araşdırmaq sizin işinizdir. Kömək eləmək də sizin işinizdir. Sən mənə doğru düzgün sual ver.
Mən də cavab verim. Mən sizlə sən deyə danışmadım. Əsəbləşdirirsiniz ey adamı. Oğul itirən mən. Siz mənə qatil gözündən baxırsınız. Yox. Mən sizə qatil gözü ilə baxmıram. Bu mənim sadəcə işimdir. Hələ ki bu qədər. Gələn dəfə çağıranda bütün suallarıma dəqiq cavab verəcəksiniz. Ailənizin bütün üzvlərinə görüşmək istəyirəm. Sən də qadınsan. Analıq hissini yaxşı bilərsən. Mən anasız böyümüşəm. Ananın nə olduğunu çox gözəl bilirəm. Deməli məni başa düşürsən. Oğlumun necə öldüyünü bilmək mənim haqqımdır. Bilirəm. Səlimdir, Nəzibildir. O öldürüb mənim balamı. Amma necə öldürüb? Niyə öldürüb onu bilmirəm. Siz hardan bilirsiniz ki Səlim öldürüb? Çoban görüb siz orada. Hər şey danışıb. O Səlim səni kətdə tək qoyub qaçdı. İndi də gizlənib. Mən bilmirəm harda olduğumu. Bilmirəm. Mən sənə demirəm yerini də. Onu tapmaq polisin işidir. Hadisə necə olub, onu denən. Bunu bilmək mənim haqqımdır. Artizandan su doldururdum. Birinci dəfə oğlunuzu orada gördüm. İnanmırsınızsa çobandan soruşun. Səlimin günahı yoxdur. Sadəcə itələdi. Mənim oğlumun səndən xoşu gəlmişdi, hə? Bəs niyə mane olmadın Səlim Akşini itələyəndə? Hər şey bir anda oldu. Heç özüm də bilmədim necə oldu. Ölüm xəbərini nənəmdən eşitdim. Sənin nənən də var? Artıq yoxdur. Niyə? Məni bura gətirəndə o biri oğlunuz nənəmi öldürdü. Coşqun? Coşqun adam öldürüb? Nənəm mənim
Həm anam idi. Həm atam idi. Bəs onun günahı nə idi? Nə idi günahı nələmi? Sakit. Kes kafanı. Sakit ol. Deşərəm səni. Eşitdin? Eşitdin? Rıza hardadır? Sən kimsən? Öz artistliyə qoyma, hardadır Rıza? Rıza kimdir? Rızanın yerini de, hardadır? Özü gəlmir buralara. Yanındakı Cəbi gəlir. Kimdi Cəbi? Rızanın ən güvəndiyi adam. Bəs sən Rızan nəysən? Heç nəyi. Sadəcə məni bura nəzarətçi qoyurlar. Deməli onun adamısan. Götür telefonu, zəng vur Rızaya. Rızanın nömrəsi yoxdur, amma Cəbinin var. Yığ! Cəbiyə zəng elə, tez elə! Alo. Səninlə danışan Cavanşirin əmisi oğludur. Kərim. Cavanşir üçün darıxmısan? Cavanşir sağdır. Xəbərim yoxdur. Bəlkə də canını çoxdan tapşırıb Əzra. Allaha and olsun. Cavanşirə bir şey olsa, sizin hamınızı bir gündə o birisi dünyaya göndərərəm. Boş-boş danışma. Nə istəyirsən? Cavanşiri buraxın. Adamımızı qaytarım. Bıraxma. Öldür getsin. Arvada yazığım gəlir. Nə arvad? Bibini deyirəm də, Zeynəbi. Onun səndən zəhləsi gedir. Sən ona yazığın gəlir. Nə də olsa, anadır, oğul itirib. Oğlan, ölən olur daşqın. Buna bax, nənəsi ölüb. Heç vecinə də deyil. Qıza yemək vermisən? Bayaq verdim. Yemədi. Yemək yemirsə su verirsin. Verim də. İç. İç. Xəstəsən sən. Qıza niyə araq verirsən? Verdim də. Yaxşı elədim. Yaxşı eləmədin, axmaqlıq elədin. Axmaq özünsən. Zəhər vermədim ki. Araq verdim də. Mən sana dedim ki,
Su ver. Bax işte. Bilmədim. Akşini öldürənə indən belə. Su nədir? Samavar çayı verəcəm. Deyirəm 100 qram araq, adamı nətər dəyişir? Mən dəyişməmişəm. Sən dəyişmisən. Şəhərə gələn gündən bəs gedirsən. Bir də gicdəsən, o içdiyin araq butulkasının başına vuracağım. Vurarsan, vurarsan. Bundan ötürü əmoğlunu vurarsan. Ha? Zeynəb bir belə düz eləyir, zəhləsi gedir səndən. Mən gedirəm, qızdan müğayət ol. Səndən sabah danışacağım. Baş üstə. Mənəm yenə cavab verəcəm. hayatta, bu sevgide ne sen